Bizi izləyənləri salamlayıram. 20 gövdə müraciət edib bizə belə bir problemlə. Deməli, avtomobili start-stop basırıq hərəkətə gəlmək üçün. Görürsünüz, nida və mühərrik hərəkətə gəlmir. Diaqnostik olunur skammatik vasitəsilə və diller proqram vasitəsilə tekstimlə. Deməli, qüsur kodları P0AA6 Hybrid Battery Voltage System Isolation Fault. Pat kodlarını da görürsünüz. Bu nə deməkdir? İzolyasiya pozulmaları. Hal-hazırda söküb sizə göstərəcəyim. Daha kontaktları. İzolyasiyanın pozulduğu batareykanı təyin eləyək. Kulağın üstündə saxla, qoy tam otursun da. Belə sıfıra düşəndən sonra çək. İndi bunun üstünə qoyuq, xarabın üstünə. 7-12 blok. Bu qədər. Günahkar bu batareykadır. 10-cu blok.